Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Yeni il sizlərə sağlamlıq, xoşbəxtlik və bol ruzi bərəkət gətirsin. Yeni il üçün şam qozası şirniyyatının sobasız hazırlanmasının reseptini sizinlə bölüşəcəm. 500 qram kakaolu peçenyaları blender vasitəsilə üyüdüb bir dərin boşqaba yerləşdirdim. Mən 500 qram peçenyaları 2 dəfə yarı-yarı üyüdüb əlavə etdim. Sonra 200 qram qozu da yenə blenderdə üyüdüb həmən qarışımın üzərinə tökdüm. Xörək qaşığı qaymaqdan istifadə etdim, qaymaq kremindən. Evdə tort hazırlamışdım, ondan qaymaq kremim qalmışdı. Siz istəsəniz bişirilmiş süd də əlavə edə bilərsiniz, yəni zövqə görədir. Mənim uşaqlarım qaymaqla yediyinə görə mən qaymaq əlavə etdim. Bir ədəd də vanil atdım. Yəni peçenyaların özündə vanil var idi, istəsəniz ata da bilərsiniz, atmaya da bilərsiniz. O sizin zövqünüzdən asılıdır. Tam qarışdırdıqdan sonra yumuşaq belə bir kütlə alınmalıdır. Nə çox bərk olmalıdır, nə də çox boş olmalıdır. Əlimdə bu cür şam qozası formasında çalışdım ki, düzəldəm. Fiqurların üzərini bəzəmək üçün marketlərdə satılan damla şokoladlı ləpələrindən istifadə etdim. İlk öncə baş hissələrindən başladım fiqura bəzək verməyə. Bu cür damla şokoladı vasitəsilə fiqurları şam qozası formasında bəzədim. Sonda da üzərinə şəkər kirşəni əlavə edib çay süfrəsinə təqdim etdim. Allah hər kəsin ruzisini bol bərəkətli etsin. Allaha amanat olun. Göz haqqınızı halal edin. Hər birinizə öz təşəkkürümü bildirirəm.